Bir gəncin yarımçıq qalan həyatı. Balamı palıqlarla doyduramadım, balamı bunlara qıcroy verdim, bir öyüm var idi, o öyümü də sataydım, gərək ona vereydim, verəmlədim, ay qızım, verəmlədim. Ay balamızı qətlə yetirdilər, ay bala heç zadın üstündə, günün gün orta çağı balamızı qətlə yetirdilər, ay bala, 7 gündə vurublar balamızı, ay bala, yandık yaxındır, ay bala, günahsız balam, ay bala. 26 yaşlı hələ ata adını almamış Sahib Bayramov bugün göz yaşları və ah nalələrlə son mənzilə yola salınıb. Arkasında gözü yaşlı ana-ata, ümidi puça çıxmış həyat yoldaşı və arxa dayağı olan qardaşı qalıb. Qəlbi parçalanmış ana ürək dağlayan sözlərlə oğlunun qatilinin tez bir zamanda tapılaraq cəzalandırılmasını tələb edir. Mərhum Sahib Bayramovun anası Xəlidə Qurbanova, eləcə də atası Rafil Bayramov baş verənləri kriminal aləmlə əlaqələndirib. Müslümana düşman olarmaz. Deyib mi gürcülər elədi? Yox, yox. Benim balamı öz müslümanlarım elədi, bağla. Balamı palıqlarla doyduramadım, balamı bunlara qıcroy verdim, bir öyüm var idi, o öyümü də sataydım, gərək ona vereydim, verəmlədim, ay qızım, verəmlədim. Verdi gəzlədi, dedi ver eləcək, doymadı gözləri ayağa. Olmadı, verəmlədim, sadım yox idi, verəmlədim. 5 ayı günahkarıdır, 5 ayı bir yarılar, 5 ay sataydım, öyümü də sataydım. Oy sataydım. Azərbaycanımız kömək versin. Bala dünya günahsız güllələrdir. Bundan sonra dünyada yaşayacaqsın. Yox, burada yaşayan belə verməyəcək. 4 gündə dayım. 4 gündə dayısın, buranı olana. Deyib Poladın adamıyam, deva sizə qurban olun, balama deyibdi. Deyibdi, mən də ay sahib lazımdır. Balam da dedimdir, keçirdim, dedimdir, sahib döyəm, bala. Ondan öbür oğluma mesaj yazıb, dev qardaşına deyinəm bana mesaj. Cavab versin, Poladın adamıyam, pul istəyirəm. Dedim, bala nömrələrinizi dəyişin. Bala nömrələrinizi dəyişin dedim. Balaların da nömrəsini dəyişin. Dedim, ata kim öldürürlər? Balalarımızı dedim, ərimə dedim, yoldaşıma dedim, qoruyaq balalarımızı. Ön 4 yanına kamera taktım, istedim gedəm şikayət eləyəm. Ondan da dedim, qırılmışlar elə çoxdular. Sürüylə qutarmazdılar. Dedim, birini tutacaqlar, o birisi gəlib balamı gülləliyəcək. Ne bildim, gəlib elə də gülləliyəcəklər. Dedim, gedər kəndə balama deyər, bana qabağındakı qızılını verər dedim. Dedim, gələr öyüdə deyər ki, canını verərəm dedim, ah. Amma mən bilmədim, mənim gül kimi balamı yerə qoyacaqdı. Mən bilmədim, mənim balamı 4 güllüyə qurban eləyəcək. Bana dersəni ver, tutacıqlar dedi. Ergət öldür, mən dalındayam. Bu hökumət Öldürəni hökumətdir. tutuqlar qardaş. Dururduq bazarda ikimiz də gəldi, əl qolu sallamadı, klient kimi gəldi, danışdırdı, axırda da onu attı, onu güllələdi. Mən üstünə gedəndə də çörüldü mana. Bunun bayanda gəlib pul istəyir. Qətlə yetirilən 26 yaşlı gəncin dayısı Rəfail Qurbanov deyib ki, Aversi klinikasının əməkdaşları onları aldadıb. Əvvəlcə Sahib Bayramovun vəziyyətinin yaxşı olduğunu bildirilib, bir müddət sonra isə öldüyü deyilib. Məhz buna görə əsəbləşən ailə üzvləri klinikanın inventarına zərər vurublar. Hazırda klinika dəymiş zərərə görə onlardan 15 min lari tələb edir. Yaralı apardı, bacaqlısı var idi. Biləziği var idi, kolundan cibində də 20-30 milyarsı var idi. Hamısını oğurlayıblar. Özümüzü də şikayət veriblər. 8 saat bizə dedilər, yaxşıdır. 8 saatdan sonra dedilər ki, ölübdür. Biz də orada 2-3 dənə qavqa şıkırdıq, bizi şikayət edib, bizdən pul istəyirlər. 15 milyar deyir, zarar verirsiniz. Uşağı deyir, vermərik, nə pullu deyir, vermərik, nə qızıllı deyir, vermərik. O zararlı verir. Doktorlar oğurlayıb orada doktorlar. Bize de umut verirler ki yaxşıdır, 8 saat biz orada gözleri sonra bize derler ki şu an kız öldü aparın. Kızıllı doğurladılar, pullu doğurladılar.
Canlı daldılar, özümü gələrdirmişdim. Ata həmçinin bildirir ki, oğlu xəstəxanaya aparılarkən üzərində təxminən 30 minlər dəyərində pul və qızıl olub, lakin hazırda həmin əşyalar ailəyə geri qaytarılmayıb. Vallahi Avers'te daha şu anın bileziğiydi, üzüğüydü, cebinde de pulu var idi. Onlar da götürüpler, onlar da verdi. 20-30 mindir. 4 milyarlık bacağlı, ne bilezik. Bacağlı oldu, bilezikti, bir de puldu. Ay kızım, ay kızım. Her de balam yerinde sen ay balam. Benim yaralı balam Aversi'de parmağından düşen üzüğünü çıkarttılar, apardılar. Hası kitaba yazdılar, ay balam. Dünyaya verin, dünyaya verin. Gitti istedim vermediler az. Böyle bir şeyler olar. Aktualcı məsələni araşdırmaq üçün Aversi klinikasına müraciət edib, klinikadan verilən məlumata görə vəfat edən şəxsin bütün şəxsi əşyaları polis tərəfindən götürülüb və mərhuma aid heç bir əşya klinikada saxlanılmır. Qeyd edək ki, Daxili İşlər Nazirliyi mart-iyuldə Aversi klinikasında baş verən qarşıdurma ilə bağlı istintaqa başlayıb, fakt Gürcüstan Cinayət Məcəlləsinin 126-cı zorakılıq və 187-ci əmlakın qəsdən zədələnməsi maddələri üzrə araşdırılır. Xatırladaq ki, 4 yanvar tarixində günorta saatlarında Marniyuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident baş verib. Hadisə zamanı qızıl mağazasının sahibi olan Bayramovlar ailəsinin üzvləri ata Rafil Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib. Yaralılar Marniyuldəki yerləşən müxtəlif klinikalara aparılıb. Rafik Bayramov tibbi yardım göstərildikdən sonra CEO Hospital klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə Avers klinikasında həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 1909-cu maddəsi qəsdən adam öldürməyə cəhd ilə istintaq aparılır. Hazırda hadisə ilə bağlı saxlanılan şəxs yoxdur.